Hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Bugün Azersun'un işçilərinə verdiyi bayram payını sizlərlə çəkib paylaşıram. 2 qutu bayram payı vermişdilər. Birincisinin içindən Ülker'in belə bir piçenyası, yenə Ülker'in belə bir mini keksləri, daha sonra bir paçka makaron, bir paçka şeker tozu, bir paçka yumru düyü, bir kutu bizim süfrənin ketçupu, bir banka zoğal kompotu, bir kutu pişmiş qatlaşdırılmış süt, bir banka yaşıl nohut, 6 ədəd əl sabunu, bir kutu 250 qramlıq Azər çay, bir paçka salfetka, bizim süfrə mayonezi, belə ikili albeni şokolatı və günə baxan bitki yağı. Bu birinci kutudan çıxanlar idi. Bizə baxaq görək ikinci kutuda nələr var. Bir paçka spagetti. Bu kutunun içindən də bir ədəd final qarğıdalı yağı çıxdı. Şoki makinin şokolad yağı. Yenə bu kutunun içində də Azər çayın başqa növ 250 qramlıq çayı. Yenə bu kutunun içində də Bismarck'ın bu piçenyası və 3 ədəd içəcək var idi. İkisi 200 millimlik, biri də böyük olan düşes, biri isə limonlu idi. Yenə bir kutu ketçup, bir banka bizim süfrənin mayonezi. Yenə Ülker'in Suka krem şokolad yağını. Sonra kutuda belə yer fıstığı, belə bir kiçik şirniyyat, yenə bir paçka salfetka, bir kutuda qab yuma şampunu. Mənə ən böyük dəstəyiniz, videomu bəyəndinizsə yaxınlarınızla bölüşməyi, kanalıma abunə olub videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.